Salam əziz şagirdlər, hər kəsin çətinlik çəkdiyi modullu ifadələrin həllinə aid belə bir misal yazaq. Deməli, misalın şərtində bizə x-in 1-dən böyük, 4-dən kiçik olmasını verib. Bu şərti nəzərən modul x-dən müsbət x olaraq çıxır. X üstə gəlinsin. Şərtə uyğun olaraq x-i biz 3 qəbul etsək, yazsaq yerinə 3 çıxılsın 1. Müsbət ədəd elədiyi üçün onda olduğu kimi açılacaq x minus 1 üstə gəlinsin 2 vurulsun. 3'ü gətirib yerinə yazsaq 3 çıxılsın 4 mənfi olduğu üçün modulu biz açdıqda yerləri dəyişilməlidir ifadələrin. 4 çıxılsın x bərabərdir. İndi isə ifadəni sadələşdirək. X üstə gəlinsin x çıxılsın 1 üstə gəlinsin 8 çıxılsın 2x bərabərdir. X üstə gəl x 2x, 2x'dən 2x çıxanda 0, mənfi 1'in üstünə 8 gələndə 7.